Demək olar bu gün çoxdandır belə kəşfiyyətimi demək olar ki, işğal eləyən bu Osman Tuş mu deyim, bu Baldi ilə Hello Neighbor'un bir yerdə çəkildiyi videolar mı deyim falan, o tipdə videolara baxacağıq. Əgər daha çox istəyirsiniz, bu videoya bir dənə like atmağı unutmayın. Bu arada random bir şəkildə qabağıma çıxanlardan yığmışam. Əgər daha yaxşı görürsünüz, məni etiketləyə bilərsiniz deyirəm və keçirəm ki, elə qabağımda nə tipdə videolar çıxacaq. Bu arada indi xəbərdarlıq edeyim ki, bu videoların çoxunda demək olar ki, 100%-ında söyüş var. Söyüşləri mən təbii ki, səslənib keçsəm də siz eşitməyəcəksiniz. Amma ki, yenə də başa düşəcəklər nə deyirlər. Buna görə də önləminizi alın. Evet, birinci ilə başlayaq. Ay bala, dur mən oturum. Ay qoca, o qədər yer var, gəlib mənim yerimə baxırsan. Zor eləyirəm. Yeyirsən. Yaxşı edim var. Yaxşı, o axırıncı dediyin lazım deyildi. Amma zarafatsız səbirdən söz deyim. Mənim bir şey başım çıxmır ki, həqiqətən də o nənələrin bizdən alıb vermədikləri nədir? Orada o qədər adam oturub, o qədər cavan var, hökümən gəlib mənim başımın üstündə durur. Nə istəyirəm məndən ha? Biz də cavan olmuşuq Şellənin özümüz üçün. Cavan olmuşuq, amma sənin kimi olmamışıq. Ay dərə var Allah, bax elə. Durduq yerə niyə? Durduq yerə niyə? Cavan olmuşuq Şellənin öz üstündə. Özü polis səbirdə bir şey deyil. Başa düşürsən? Yəni niyə gedib belə bir şey qayıt edirsən də? Salam xanım, tanış olmaq olar? Xeyr, olmaz. Bəlkə bir kofe içək? O kofe xoşlamır. Bu qızların yanındakı bu padruqalar olur. Yəni sırf onların xoşbəxt olmasını istəməyən padruqalar olur ha. Yəni əgər bu video qızlar baxırsa, hə, yəni sizə bir dənə söz deyim ki, elə padruqalarınız varsa, əgər sizin xoşbəxt olmağınızı istəməyən padruqalarınız varsa, əgər onlardan uzaqlaşın. Sənlə danışan var ay balası. Həqiqətən düz deyirəm, haqlardır yəni başa. Bu qarpız qırmızı çıxmasa Məhəmməd oğlan deyil. Ay zibil, Məhəmməd gedirdi yəni. Ay zi, o bax. Məhəmmədi də belə itirdik. Heyf Məhəmməddən. Bu video Məhəmməddən göndərir uşaqlar. Şofer daha adam alma, çox sıxlıqdır. Hələ genişlikdir, bir tər yerləşərsiz. Ay, Ay burası zibil. qədər geniş deyil. Oha! Bu gözləmir. Bu arada sən bilən sözlər, arxadakı adamların hamısı eynidir, yoxsa mənlə gəlir? Mən harsa bir 2 il əvvəl, 3 il əvvəl Xırdalan tərəflərdə qalandım. Təbii ki, bəli, oralarda qaldım. Sonradan köçdüm, yəni səhv etdim baş. Nəysə, avtobus elə bil ki, ağzına kimi doldu, hə, az qala cəmaət üstünə minəcək də, hə. Amma ki, şofer hələ də saxlayıb adam yığırdı. Hə, mən başım çıxmır ki, niyə belə şeylər edirlər, yəni. Ana bax. Mən bizə söz deyim. Normalda söyüş sevməyəm bilirəm, nə başa düşürsən. Amma ki, yəni çox qəribədir. Yəni bunlara oturur və bunların ağzına oturur, bilmirəm niyə. Xanım, o balaca poxuvuza sahib çıxın. O nə sözdür deyir sənə tərbiyə verən ata-ananın var yox. Nə deyir sənə? Yəni uşağın gəlib yolda random bir şəkildə əlini uzadıb, ana bax şey deməsi biraz qəribədir də, yanlış düşürsən. Ay içmədə o zibili sonra açarı itirirsən, camaatla dalaşırsan. At içi və zor. Durun biraz oynayım. Nəyə gülürsən hə? Doğduq. Yəni hansı bir zəkanın örnəyidir də başa düşürsən? Yəni Gemini bunu düzəldəndə ya da Google Flow hər nəsə bilsə. Bunu düzəldəndə skriptə belə baxır ki, qardaşım bu nədir belə mən yazdırırsın. Brat, ad gününü təbrik eləyirəm. Hörmətli oğlanlardan olasan. Çox sağ ol qardaş. Gözünə var bir dənə. Gözün niyə bu gündədir? Gəl tort ye. Brat, yeyim tortuvu. Yəni yaxşı bir dostsan əgər bu zarafat eləməyə çox normal. Ana, hava çox soyuqdur. Gözlə, indi isti olacaq. Yusif gəldi. Boynu bütün evi isti eləyəcək. Mənim şey başa çıxmır ki, bütün adlar niyə Yusiflə əlaqədardır? Yəni bu videonun sırf Yusiflərə atılması üçündür. Azərbaycanda Yusif adını göstərən nə qədər adam var ki, hə? Bu video bu qədər etkiləşim var da. Yavaş sür, yıxılacaq. Narahat olma brat, qaqan sürənidir. Özqaş olurlar. Ay anan, dedim axı yavaş sür. Oynan bir Osman Tuş, nam bir Osman Tuş. Oynan bir Osman Tuş. Türk brain root da bildin sən öyle deneme ya. Nəyi var bu uşağın? Hamam böceği geldi ya. Biz də bilmirik nəsə olub. Makarayız abi, 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 değil mi abi? Bu uşaq düzəlməz övladlıq verin bu p***ləri. Kanala baxırıq ancaq abunə olmuruq, değil mi abi? Cındırız, değil mi abi? Salam bacı, hara gedirsən belə? Sən bir sən maşın gedəcək oturdu, amma nətər oldu ha? Heç otelə gedirəm, bir dənə oğlandan şak-şak edəcəyik. Bacı da tələsdin. Çıxdım. Həqiqətən bacı demək tələsində. Yəni hər yolda gördüyümə bacı deməməsən də. Yetim gedək Ağdama. Aya Ağdamlılar bərk olur. Onlarla söhbətə girsən, səhv çıxarsan. İçinizə, uje çatdıq. Ağdama satılır. Bu da Ağdam. Ay motora təzə maşın almalıyıq. Buralarda maşın bazarı olmalıdır. Mənim bir şey başım çıxmır. Birincisi Baldiyə niyə bığ gəldi? İkincisi də ki, motor yananda niyə təzə maşın almaq fikrinə düşürsən, düzəltdirmək şeyini. Bizə təzə dörd göz lazımdır. Bunlar yaxşıdır. Olar, Ruhu yoxdur, bez kraska. Random ərs bir şəkildə fərqli şeylər gəlir axı. Nədir bu adı? Oyun karakterlər gəlir. Freddy nə əlaqə? Huggy Wuggy nə əlaqə? 2.8 motor dizel. Götür apar peşman olmarsan. Bura gəlin yığını. Oy bilə loxladıq onu. Xiyar tez sürətini qoyacağıq. Oy maşın zorda axı. Maşın düz gəlir, sonra arxasını çevirir. Burada tanış adam var, evi var, gedək ora. Qardaşım 1-2 günlük ev lazım. Tanış adamım var bir dənə. Adı nədir lan? Siren Head idi bu. Siren kafa. Nəsə belə bir adı var. Gəlin yığını.
Random bir şeysi niyə söz söylərlər? Mən başım çıxmır da. Yəni ki, qapı gələn adama nə şey yığın edərsən. Ağdam zor gedir qardaşım. Hə qardaşım. Tövbə estağfurullah. Bu 3 maşınımı qaçırdı. Tapacam sizi. Freddy çox oxşadılar ha. Ola Slenderman. Narahat olmayın. Qardaşınız ölməyib ki, Aha. həll edərik. Nerede? Burada gizlənin, tez eləyin. Slenderman gəldi polis. Oranı necə tapdı? Orası mən maraqlıdır ki, özü adam qapını açır, ancaq çöldəymiş kimi durur. Bu p***ləri görməmisən? Yox, sən öl görməmişəm. Məni aldadırsan? Oy zübül. Slenderman'in beləncik söyüşlər söyləyəcəyini heç bir şey. Oradadılar. Aha! Tuttum sizi p***lər. Ay zübül. Bura. Oy zübül. Aha! Slenhead gəldi qurtarışa. Oturun. Bəzi filmlərdə daha maraqlı sən öldürür. Öz adamın boğazında ne diş var? Ne oldu lan? Aa maşını bəyək sonra 07 idi, indi BMW-yə dönüşdü. Nə qədər oldu bana? Slenhead Aya mı? biz neyniyək? Saqqız alıb çeynəyək. Sen edin zarafat. Aha polis geldi. Yani. Bu da son. Tez olun minin. Aha. Abi bu pişin adı neydi? Bu pişin adı bilmirəm ya. Abi bilen varsa yazsın ya. Sizi tutacam p***lər yığını. Nə qardaşım, Ağdam səfəri də belə bitdi, indi hara gedək? Qarşıda hələ çox rayon var, gedək. Zomat Ağdamdan belə bir hekayə çıxartmaları sənə qəribə bir şeydir də. Özü adam 2 dəqiqə 36 saniyə video yaradı. Bir ciblə qalsın ya. Neçədə hesab dəyişdirdin sən Allah. Bu qarpız qırmızı çıxsa Məhəmməd oğlandır. İndirəm Məhəmməd. Qırmızı çıxdı ki. Aa. Məhəmməd kişi adamdır. Məhəmməd kişi adamdır. Başqa Abi bir dəqiqə gözlə. Bəyək Məhəmməd şey çıxmamışdı ya. Məhəmmədlər göndərmiş Allah. Məhəmmədlər kişi adamdır. Əmi salam, siqaret var. sənin siqaret çəkən yaşındır. Əmi quruzdayam. Ki get buradan p***. Abi Quruzda əmiz, ay Allah. Quruz adı ilə siqaret çəkənlərin 2 qram ağıl yoxdur. Bax sən öldürəm. Birincisi Quruzda düşə bilərsən. Quruzda düşmək son dərəcə normal bir şey. Quruz dediyim yəni depressiyadır, pis ola bilərsən hər nəsə bir səbəbə görə. Amma ki, bunun üçün siqaret çəkirsənsə, sən dünyanın ən zəif, yazıq insanlarından birisən də, yəni sən öldürəm. Borcum nə qədərdir ay qardaş? Qardaş demə lazım olar. Sən ilkinin nənəsisən. Səndən pul almayacağam. Yox əşyağzıva King Kong bebeşi balam. Of, zor şeysən. Aa bu aynen video düzəldilər. Bu nələr də nə vaxt verməli vardı ha? Aha. Ay brat, evdə heç nə qalmır. Ay brat, Allah səni kanal avtomatikası. Özü bu nə cündür? Allah biliyor mu cündür? Gedək işləyək. Hə, brat, gedək zəhmətlə pul qazanaq. Aha, zəhmət pul qazanma gəldi. Qapat. Aha, Qaqaş, bu afisant işi çətindir. Pul Çətindir. qazanırıq da, dözmək lazımdır. Şükür, Çətindir. zəhmətimizin pulunu aldıq. Qaqaş, 07-ni sataq, başqa maşın alarıq. 3000 manata verərsən? Gəldilər şey, adları kasıb var idi bir də. Razıyam, gəl sənədləri verim. Getdi evə. Ay qardaşım, maşın getdi. İndi nə eləcəyik? Narahat olma. Biraz da ofisiant işləyək. Tanışımda Çeska var. Pul yığaq sonra onu alarıq. Oldu. Qardaşım özünüz maşınınızı satıbsınız da. Yəni maşın satdıq indi nə niyyət deyirsiniz? Maşının pulu harına qarasınız bu maşın pulu? Razıyam qardaşım. Aha. Brat, gecikməyək, 07-ni satmışıq. Bugün işə avtobusla gedirik. Brat, bugün bəxtimiz gətirdi. Sabah tanışın yanına gedək, bir ceşka alaq. Zeşka. Qiyməti 5000 manatdır. Əmi, qoca adamsan, 4000 manata versən götürəm. Əmi bizi də sevindir, endirim elə. Təvədə əminə eləyirlər, amma özləri keçirlər. Hər şeydə bu mən başa. Özünüz də razılaşırsınız. Qaqaş, nəhayət öz Çeskamız oldu. Zeşka. Zeşkan bir yerdə rəngi ağdır, bir yerdə rəngi qaradır. Bu ümumiyyətlə bunun başında niyə bir dənə tuş var ondan çat? Qaqaş, gəl yeni maşınla gəzəyə çıxaq. Qəşəng. Halal zəhmətlə qazandığımız maşınla ilk gəzməyə getmək əla oldu. Zor da sən öldürəm. Yəni birinci sualı bu üçüncü adam kimdir? İkincisi də ki, qardaşım şavab yeməyi sizin pulunuzla satırlar ha. Baldı, sən içmə, içəndə quşduyursan. Oy nambir, bu toydakı hamısı p***dir. Məndə Ay bu promptlar hardan alınacaqdı? Sizin düzəldəcəyiz video başım keçsin nə konkret. Ay bu cavanlarda da hörmət qalmayıb. Yerini vermir, oturum. Ay qoca əl çəkdə sən də metroya pul verirsən, məndə niyə sənə yer Ay verməliyəm? sağ ol. Ay aman. Haqlısan, haqlı. Yenətər deməsə, mən kimlərə yer verilməyin tərəfindənəm birisi. Belə çox dəhşət qoca olub da ayaq üstə dura bilməyənləri, ikincisi hamilə qadınları və yaxud da ki, yanındakı uşaq olub, yəni onlara problem çıxardanları. Üçüncüsü də ki, 50-lərə əgər metroya minirsə artıq, onların desən öz yerləri olur, səhv eləmirəmsə. Yəni bunlara yer verirəm. Yoxsa yəni niyə pul verdiyim metroya, yəni gəlsin başqasının saçına mən oturmayım yəni. Yetim, gəl gedək bərbərə saçımızı kestirək. Yaxşı, Adamın saçı var ki, saçını kəsdirə. yaxşı. Necə oldu? Çox yaxşı.
Çox yaxşı so. Adam öz-özündən danışır. Bir dənə fikir verir. Eyni kadrajda 2 dənə adam varsa əgər, elə bil ki, həmin danışığı hamısının ağzına düzəlir. Yaxşı. Necə Ha? oldu? Çox yaxşı. Hocam sən hamısı eyni danışır. Ayda yetim 41 dərəcə isti var. Bu istidə çay içməyən Oy Zibel. Bu adam məsələn anladıra bilmir. Prosta nəsə bir sözündə də anlarsa fərqli şey. Bu istidə mənə çay içizdirdin. Ben yaxın söylüyorum. İndi gəl yetim gələk dəyəcək. Bu video nəsə alınmıyor be qardaşım. Daha yaxşı eləyə bilərdim. Ata mənə bananan alarsan? Qızım, atanın pulu yoxdur axı. Pulum qurtarıb. Ata almayan p***dir. Tam durduq yerə niyə çıxartdın ki, mənim başım çıxmır. Ziblə qalsın. Yəni bu temanı bilən varsa bilir. Bilmirsə bilməməzdir hayat. Mən tapdığım videolar bu qədər idi. Bir də ki Osman Tuş videoları yazsam gör mən necə yazar. Tuş. Azərbaycanca video yerinə nə yazdım mən? Bu nədir belə? Oynan bir Aha, Osman gəldi. Tuş. Nam bir Osman Tuş. Oynan bir Osman. Sarır, nə tər olsa sarır da bilmirəm. Salam bacı, soruşmaq ayıb olmasın siz. Mən yuxarısına don't stop yazdırmaq istəyirəm. Oy da qardaşım elə bil tələsini bacı demək də. Hə brat, özdə pis sip. Nəysə dom. Nəysə tamam. Mən inşallah bu video bu qədər. Umarım sevdiyiniz bir video olmuş. Daha çox belə ikinci videolara baxmamızı istəyəcək bu videoya bir dənə like atmağı unutmayın. Gələcək videoda görüşmək üzrə. Sağ olun.